Hər vaxtınız xeyir. Efirdə Azərbaycan saatının şənbə buraxılışı studiyada mən Seymur Həzi və mən Natiq Güləhmədoğlu. Hörmətli tamaşaçılar, bugün növbəti buraxılışımızda sizə Azərbaycanda baş verən gərgin hadisələrdən söhbət edəcəm. Beləliklə, Azərbaycanda gərginliyi kim yaradır, necə yaranır və bu gərginlik kimlərə xidmət edir, kimlərə ziyan vurur? Əslində, gərginlik sözünün altında duran, belə deyək, mənalar xeyli müxtəlifdir. Amma biləndə ki, bu gərginlik yaradan elə hakimiyyətin, dövlətin strukturlarıdır, onda xeyli dərəcədə biz təəccüb hissi keçirdirik. Görəsən, kimin marağındadır ki, Azərbaycan insanına ziyan dəysin? Və yaxud da ki, dövlət orqanları, məmurlar, hökumət, niyə vətəndaşların bir yerdən digər yeri köçürərkən, onların iş yerini bağlayarkən və yaxud da ki, elə onların iş yerini köçürdərkən onlara kompensasiya vermək istəmir və yaxud da ki, onlara yaratdığı hüquqi fırıldaqla vətəndaşların başına oynasır. Beləliklə, ötən günlərdə məlum oldu ki, Bakı metropoliteninin keçidlərində insanların əmək müqaviləsi cəmi bir aylıq imiş. Yəni, orada ticarət işlə məşğul olan insanlar bir aylıq müqavilə imzalayırmışlar və hər ayın başında o müqavilə yenilənirmiş. Amma deyilənə görə, orada hər bir ticarət köşkü üçün 10 minlərlə pul ödənilmiş. Bax belə, Bakı metropolitenində gərgin anlar yaşandı və metropolitenin, belə deyək, sahibkarları dırnaq arasında desəkmi, deməsəkmi bilmirəm, etiraz edədilər Bakı metropolitenindən onların köçürülməsinə. O kadrları görək məncə. 15 manat, 16 manat mayatları 5 manata düşür. Bizə lazımdır. Cavan uşaqlarda qardaş. Hamı gəlib bir keçirən pulu düzdür. İndi bugünkü gündə bura yığışırıq. Sabah gedib oğruq eləyəndə dəyəcəklər ki, elə oğruq eləsin. Cavan oğlansa, niyə oğruq eləsin? Və necə olmaz? İmkan verin cavan oğlan işləsin. 18 min manatdan hər bir mağazin satılar qardaş. Aynı 27 ki, marellanı alıb var. Heç bir köprü olunmalasın. Dəvə bir yığın çıxardır. Yiyəsizim. Deyə ged oğruq elə, banditlik elə. Qısa və konkret. 30 santim mağazinlər qabağa çəkdilər. Hər mağazinə 2000 bölüsü manatını aldılar. Dedilər ki, nədir? 30 santim. Nə vaxt olub? Sonra satışa çıxartdılar. Kim istəyir, kim. Bəzi adamlar çıxartdılar, satdılar 18 manat. Nə vaxt deyəndə 1 il onlardan remonta çıxartdı. Olan zöbətlər hamısı. 10 manat yazın gəl, deyə çıxın da. Yaşamayın deyə. Çıxın da, qırılın da, bir sözlə. Nə var, hamısı kasıb. Bizə də bayram qabağı. Yox, deyək qardaş, deyək yaşamaq. Bizə yaşamaq yox, qırılmaq lazım. Sözümüzdə insana deyəmir. Başa düşürəm. İnsan hüquqlarını tapdalayırlar da. Deyir, Azərbaycan vətəndaşı deyirsən, get yaşama. Vəssalam, bilmək istəmir. Fakt verəndə faktsan maaşlar. 10 dəqiqə demişə sökür. Ayın 27-sinə Cibran Hacıbalı müəllim deyir ki, sizə vaxt verir. Bir insan gəlib sizə kimlərdir? Mən sözümü deyəcəm. Kimlərsə gəlin sözünüzü mənə deyir. İndi dünənləyim gəldi, cəmaat mal satılır. Deyir, yığın, 1 saat vaxt verir. Sən əsasın 100 Quranın hələ çox. Hələ mən aldığım tükanı deyirəm. Saydığım pulu deyirəm. Belə haqsızlıq olmaz. Belə bayramda, bu cür belə bayramda bu milləti niyə belə eləyirlər? Bu belə çıxır ki, mən bunu yalnız səmimi deyirəm ki, prezidentin üstünə milləti qaldırmaqdır. Bu millət kimdən narazı düşür? Kimdir bunun səbəbkarı? Ya, əlbəttə ki, prezidentdir. Çünki səhərdən mən aynəsi yığıram. Mən açıq deyirəm. Aynəsi yığıram, heç cavab verən yoxdur orada. Bu nə deməkdir? Deməli, belə çıxır ki, bütün hamısı bilir bu hadisələri. Axşam saat 9-un yarısında evə gedirəm. Gəlib çatıblar ki, mağazini yığmalısan. Mənim oğlum bu torpaq oğrunda inandırım sizi ki, canından, qanından keçib. 50 il olub. Amma mənim oğluma Azərbaycanda yer yoxdur. Mən bunu Mehriban xanıma deyirəm. Qoy bizim fəryadımızı eşitsin ki, mən onun yolunda oğul vermişəm. Amma belə bir gündə isə bizə yer yoxdur Azərbaycanda. Ziyanım 160 min mağazinlərə vermişəm. O qalanda deyək, 200 min də burada var. Hər mağazində 500 manat. Verginin də pulunu ödürdük. Kulaq ver, səbiş. 75 manat da vergidir. 600-700. Hə, 700, alaq 706. 475, 475 nə qədər verir? Sən hesabla, 950 manat alın da verirsiniz. Nə qanatdır? Hələ yiyəsində çıxacaq. Səkin, tufağı bir olsa da. Bu boyda mallarla ziyanla görürük. Məncə bu kadrlardan onu demək olar ki, dırnaqarası formada Azərbaycan polisi və inzibati hakimiyyət bu metro keçidlərində ticarətlə məşğul olan 2000 insan üzərində müzəffər qələbə qazandı, amma həmin o ticarətçilər də... Məncə onların təkcə yox, həm də onların ailələrinin üzərində müzəffər bir qələbə qazandı. Çünki onlar bayrama minlərlə ailə ac, yalavac və işsiz şəraitdə gedir. Və metronun qardaşı sayılacaq
Dəmir yol nəqliyyatında da belə bir problem var. Çox maraqlı ki, Seymur bəy, bizim bir el misal var, deyir ki, çörəyi ver çörəkçiyə, birini də artıq. Bizim Nəqliyyat Nazirimiz xeyli müddət əməyin dəmir yolunda sərf edib və orada bələdçilikdən tutmuş dəmir yol rəhbərinə qədər gedib. Amma indi kadrlardan seyr edəcək ki, bizim zəhmətkeş dəmir yolçuların başına hansı oyunlar gəlir və hansı problemlərlə üzləşiblər. Həmin kadrlara baxaq. Biz işləyirik Azərbaycan Dəmir Yol Kapalı Səhmdar Cəmiyyətinin Bələdçilər İdarəsində. Biz indiyənə qədər hara şikayətlər eləmişik, heç bir yer bizim şikayətimize baxmır. Gecənin bir qaranlığında bir nəfər geçsin, bir qara toyuğu uğurlasın, heç kimin xəbəri olmasın. Səhər tezdən Uçaskovu gəlir, onun qulağına tutur, aparır. Bu boyda idarə dağılır, bu boyda yeyintilər, bu boyda haqsızlıqlar, bizə qarşı olan haqsızlıq hələ heç bir dünyanın heç bir yerində beləcə haqsızlıqlar olmuyor. Necə istəyirlər bizi istismar edirlər, necə istəyirlər təhqir edirlər. Necə olur, bundan o bir yerlərin xəbərləri yoxdur. Yalandan biz atırlar ondan ona, ondan ona. Bəsdir, bizi vadar eləməsinlər ki, biz alternativ yollara el ataq. Qərəbəylikdir. Fəhlənin sözünü heç kim eşitmək istəmir. Biz də bir insanıq da, biz də istəyirik ki, bu bayram günü heç olmasa bir, düzdür, mən vurursam, mən də hamı kimi bir səməni qoyuram, səmənin yanında heç olmasa bir konçaza düzəldim. O da alınmır. Yoxdur, vermirlər. Əlbəttə ki. Biz hələ buralara gəlib şikayət özmədim, həqqımızı tələb eləmək istəyəndə qatar rəisləri bizə təcavüz göstərir ki, deyirlər ki, biz sizin içimizə nə şəb, nə atarıq, su tutturarıq. Dəmir yolunu söküb dağdan Əliyə Muradov'da bir də ki, Ziya Məhəmmədoviç. 25 ildir dəmir yolunda işləyirəm. Bu 25 ildə Ziya Məhəmmədov Azərbaycan dövlət dəmir yoluna vurduğu ziyan Gəncə deposundan işlədiyi gündən məlumdur. Ziya Məhəmmədov, Əlizə Süleymanov, bunlar birləşərək Azərbaycan dövlət dəmir yolunu bərbad hala salıblar. Bu haqsızlığa göz yummaq heç cürə imkan olan şey deyil. Mən də bu yoldaşlar kimi öz haqqını, bizə vurulan ziyanı ödənilməsini tələb edirəm. Problemin səbəbi haqlarımızın tapdalanmağıdır. Bizə aid olan pulların mənimsənilməsidir. İş şəraitinin ağır olmağıdır, özbaşınaçılıqdır. Heç bir yerdə sözümüzün eşidilməməsidir. İstər dövlət səviyyəsində, istər idarə səviyyəsində, istər qeyri-təşkilatlarda bizim sözlərimiz eşidilmir. Bizim sözlərimizi qulaq ardına vururlar. İndi hal-hazırda maaş 2-3 aydır bu şikayətlərdən sonra qalxıb 250-300 manata. O vaxtda kimin alırdı 80 manat, 100 manat. Bu sal hal-hazırda qadınla bir yerdə götürəndə vaxtilə bir 2 il bundan qabaq olardı 1500-2000. Kişi bələdçi, kişi qadın bələdçi. İndi hal-hazırda 250-300 nəfər kişi bələdçi qalıb, onlar da 3 dənə yerli qatara yerləşdirilir. Natiq bəy, maraqlı bir nüans da var. Qəribə bir təsadüfdən mən o etiraz olan vaxtlarda o dəmir yolçuların dəvəti ilə, çəkiliş qrupu ilə birlikdə oradaydıq biz. Orada bizim də göz şahidliyimizdən bir hadisə baş verir. Çox qəribə bir hadisədir. Və mən əslində bunu mistika ilə bağlamaq istəmirəm. Amma həm də bəziləri diqqət yetirməlidir belə şeylərə. Orada vətəndaşla məmurun arasında olan bir diyaloq tabanın çökməsinə, binanın tabanının çökməsinə gətirir. Duası müstəcəb oldu, məncə bu kadrlardan. Bəli, vətəndaşa Allahsız deyir. O da deyir ki, əgər mən Allahsızamsa, Allah öz yüzünü göstərsin. Elə bu an binanın tabanı çökür. Göz qabağında olur. Yəni, mən sözün açığı bunu görə deyirəm ki, əslində təbiət, cəmiyyət elə bir qaydanla, elə bir qanunla idarə olunur ki, orada həqiqətli ifrat inkar eləmək hamıya ziyan vurur və bəlkə də bu elə bir simvoldur ki, bəziləri fikirləşsinlər ki, Azərbaycanı bu qədər, bu həddə çatdırmaq olmaz. Azərbaycan insanını bu həddə çatdırmaq olmaz və o kadrları görək. Çəkirsən, bura? Geç çörək, sən kimi zəlim çəkirsən? Dünya dağılır. Bizi tapdarlar cazı ilə. Hörmətli tamaşaçılar, ötən həftə mühüm bir siyasi şou xarakteri daşıyan məhkəmə işi yekunlaşdı. Bu, ötənlə damğasını vuran İsmailli hadisələri ilə bağlı idi. Orada bildiyiniz kimi icra başçısının oğlunun hararlıq etməsi nəticəsində yerli əhalində şiddətli qəzab qalmışdı. İnsanlar etirazın ifadə eləmişdilər. Amma çox qəribədir ki, bu məhkəmə prosesində biz
həmin harınlıq eləyən, insanların hissləri ilə oynayan məmurların, məmur övladların cəzalanması yox, günahsız insanların uzun müddətə, 7 ildə, 7-8 il, 4 il cəzalandığını gördük. Əməkdaşlarımız həmin prosesdən material hazırlayıb, Seymur bəy, qeydiniz varsa təqdim edin, həmin material hazırlayıb. Qeydim ondan ibarətdir ki, əslində bütün Azərbaycan regionlarının problemləri İsmailinin problemlərindən fərqli deyil. İsmailinin problemləri də başqa bölgələrindən fərqli deyil. Azərbaycanın bütün yerlərində polis özbaşınalığı, məmur özbaşınalığı və rüşvət, korrupsiya var. Elə yeri gəldi-gəlmədi vətəndaşları təhqir edirlər. Biz keçən il Zərdabla bağlı belə materiallar verdik, vətəndaşa qarşı silah başının hərəkətləri. Bir çox rayonlarda oldu bu şeylər. Amma məsələ budur ki, bizim üzərində dayanmalı olduğumuz nöqtə budur ki, Azərbaycan hökuməti həbsə atdığı insanların demək olar ki, heç biri o hadisələrin əsas günahkarları deyirlər. Hamısı o hadisələrdən ziyan çəkən insanlardır, təhqir olunan insanlardır, ona yox deyən insanlardır. Bu bir daha onu göstərir ki, hökumət doğrudan da nə ədalətli məhkəmənin tərəfindədir, nə də ümumiyyətlə ədalət hissi ilə bağlı fikirləşmək istəyir. Bax o kadrlara və güman edirəm ki, bizim hər birimiz fikirləşməliyik ki, bu rayon bizim rayonumuz ola bilərdi. Aparırlar diyorsun, hayır. Aparırlar ha? Aparırlar. Bu İsmaili hadisələri kimi tarixə düşən, mən deyərdim, yəni 2013-cü ilin yanvar ayında baş vermiş hadisələrlə olan cinayət işi üzrə son söz, yəni yekun iclası da demək olar. Bir hökm qalıb, hakim artıq müşavirəyə çıxdı, qutardı. İndidən belə qoyaq ki, bir vəkil kimi qeyd edeyim ki, İftihar İstintaq tərəfindən təqsirləndirilən şəxslərə elan olunmuş ittihamların heç biri sübuta yetirilmədi. İstintaqın özünün, yəni ittiham tərəfinin özünün təqdim elədiyi şahidlərin belə qoyaq ki, 87 nəfər dindirilib, onların 82-si, 83-ü ümumiyyətlə o İftihar İstintaqlarda onların adından yazılmış ifadələrdə imtina elədi. Bu şəxslərin konkret həmin hadisələrdə iştirakını haqda heç bir fakt sözləyə bilmədilər və qeyd elədilər ki, bu adamları orada görməyiblər, çoxunu ümumiyyətlə tanımırlar. Bir 3-4 nəfər polis işçisi oldu ki, konkret olmayan halda təqsirləndirilən şəxslərin haqqında həmin hadisələrində iştirakından danışdılar. Konkret hüquqlarını qoruduğum Elşən İsmaili ilə əlaqədar isə demək olar ki, bir dənə fakt sübutunu tapmadı. Ümumiyyətlə Elşən İsmailinin 16-17 radələrində güya Tofiq Yaqublu ilə İlqar Məmmədov tərəfindən əlaqələndirən, təşkil olunan kütləvi ixtişaşda iştirakına söhbət gedir. Amma məhkəmə istintaqının gedişatında aydın oldu ki, ümumiyyətlə 16-17 radələrində əvvəl İsmailinin qeyd olunan təhsil şöbəsinin qarşısında hər hansı bir kütləvi tədbir, ixtişaş oynadılsın, kütləvi əhalinin toplanması müşahidə olunmur. Çünki həmin ətrafda olan Zamin Bank, Unibankın video kameraları var ki, o kameralarda konkret həmin yer göstərilir və orada əhalinin toplanması müşahidə olunmur və digər İftihar İstintaqın, yəni ittiham tərəfinin özünün göndərdiyi şahidlərin ifadələrindən də tam aydın oldu ki, Elşən İsmailli təxminən 18-30 radələrindən sonra İsmailli şəhərinə gəlib. Yəni o vaxtacan bu adam İsmaillidə olmayıb. Əgər bu adam bu şəhərdə olmayıbsa, hansı formadasa, hansısa bir tədbirdə necə iştirak edir? Hörmət tamaşaçılar, biz növbəti kadrlarda Azərbaycanda baş verən qanunsuz bir prosesdən, siyasi şou xarakteri daşıyan məhkəmə prosesindən söz açacağıq. Bu, jurnalist və hüquq müdafiəçi Pərviz Həşimin işi ilə bağlı. Bir məqama diqqət yetirmək istəyirəm. İstəyirəm ki, bunu həm də bütün Azərbaycan xalqı təhlil eləsin öz üçün. İlham Əliyevin Əli Kərimliyə nifrəti o qədər sonsuzdur ki, o qədər dərindir ki, bunu məmurları da bilirlər və öz rəqiblərini vurmaq üçün Əli Kərimlinin adından istifadə edirlər. Yəni, hansısa bir digər məmur güya Əli Kərimli ilə əlaqəlidir, güya hansısa bir dövlət adamı, dövlət məmuru Əli Kərimliyə hansısa bir formada dəstək verir və bunları hallandırıb öz rəqiblərini sıradan çıxartmaq istəyirlər. Və bu hamısının səbəbi bunun odur ki, İlham Əliyevin özü hadisələrə anlaqlı yanaşmır, özü tamamən nifrətlə yanaşır hər şeyə və onun bu nifrəti başqalarının əlində vasitəyə çevrilir. Yəni,
onun nifrətindən istifadə edib insanlar bir-birlərini vururlar. Bax, bir-birlərini vəzifədən salmaq istəyirlər, kənarlaşdırmaq istəyirlər. Bu məhkəmə prosesində də, yəni Pərvizin həbsində də, bu istintaqda da bu şeylər ortaya çıxır yavaş-yavaş. Yəni əsas məsələ budur ki, Pərviz həkimdən tələb olunur ki, o Əli Kəriminin əleyhinə ifadə versin, daha doğrusu hansısa dövlət məmurlarının əleyhinə ifadə versin ki, güya Əli Kərimi ilə onların əlaqəsini təmin edilmiş. O məsələ budur, əziz tamaşaçılar. Bizim təqdim edəcəyimiz sujetdə xırdalıqları ilə hər şeyi sizə göstərəcəyik. Amma onu demək istəyirəm ki, düşünün ki, bu adam siz ola bilərdiniz və bu adamın siz olsaydınız, övladınızı, yaxınlarınızı bir gözünün qabağından keçirin. Bu sizi qorxutmasın, sadəcə düşündürsün. 6 aydır Milli Təhlükəsizlik Nazirliyinin tədrisxanasında saxlanan bir adam var, Pərviz Həşimli. Kimdir bu Pərviz Həşimli? Pərviz Azərbaycanın tanınmış jurnalistlərindən və hüquq müdafiəçilərindəndir. O, eyni zamanda Azərbaycan Xalq Cəbhəsi Partiyasında ali məclis üzvüdür. Pərvizin həbsində onun adının qarşısında yazdığımız hər üç peşənin rolu olub. Bu artıq heç kimdə şübhə doğurmayan məsələdir. Amma hamı bir yana, ölkənin hüquq mühafizə orqanları bir yana. Pərvizə verilən ittihamlar çox ağırdır. O, qanunsuz olaraq odlu silah, döyüş sursatı və s. əldə etmə, saxlama, satmaqda günahlandırılır. Dönək o vaxta ki, Pərviz tutulur. Bugün istintaq və məhkəmə adlı əslində şou məsələkədə Pərviz Həşimlinin güya satmaq istədiyi qumbaraları evində saxladığı təsdiq olunub. Özü də evdə harda olsa yaxşıdır. 5 yaşlı qızı Zeynəbin oyuncaqlarının arasında. Allah eşqinə, bu boyda cəfəngiyyata kim inanar? Hansı ağlı başında olan insan silah sursatı 5 yaşlı qızının oyuncaqları arasına soxar? 21-ci əsrdə görünür, Azərbaycan xalqının bəxtinə bu cür rəsmi nağılları eşitmək, hələ onlara inanmaq məcburiyyəti də yazılmış. Pərvizin üzünə duran şəxs Gəncə şəhər sakini Təvəkkül Qurbanovdur. Pərvizin üzünə duran şəxs Gəncə şəhər sakini Təvəkkül Qurbanovdur. Həbsindən bir qədər əvvəl Pərvizlə tanış olan Təvəkkülün arvadı MT-nin Gəncə şöbəsinin rəhbərinin sahiblik etdiyi İmperial Şadlıq evində işləyir. Təvəkkül Gəncədə Pərvizlə görüşəndə Bakıda oxuyan oğlunun təhsil problemi olduğunu deyir və ondan kömək istəyir. Bu məqsədlə bir neçə dəfə zəng edib şikayət edir. Deyir ki, rüşvətlə tələbələri incidirlər. Pərviz də cavabında deyir ki, bütün bunlara o, şikayətçilərin rəsmi qaydada yazılı ərizələri olduğu halda diqqət ayıra bilər. Elə bu məqsədlə də Bakıya gələn güya Təvəkkül Pərvizdən görüş istəyir. Görüş zamanı MT-in peyda olur və Təvəkkülün avtomobilindən Pərvizə çatacaq tapança və qumbara tapılır. Yəqin sizə Təvəkkülün qumbara ilə bağlı verdiyi izahat da maraqlı olar. O məhkəmədə ifadəsində bildirir ki, kasıbçılığın daşını atmaq üçün silah alverinə girişməyi düşünülmüş. Hər şey bununla da aydın olur. Pərviz bunu özünə qarşı qurulan tələ adlandırır. Beynəlxalq təşkilatlar, yerli hüquq müdafiə təşkilatları da Pərvizə verilən ittihamları rədd edir. O artıq bütün dünyada vicdan məhbusu kimi tanınır. Qurama ittihamları kənara qoyaq. Bəs gənc bir jurnalistə, ictimai fəala, hakimiyyətin qənim kəsilməsinin gerçək səbəbləri nədədir? Pərvizin açıqlamasına görə ona edilən zülmün kökü MT-nə işləməyə razı salınmamağıdır. İşləmək sözünün burada mənfi məna daşındığının fərqində oldunuz. Pərvizdən tələb olunan dırnaqarası iş bəs nəymiş görəsən? Ondan tələb olunurmuş ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə hakimiyyətdə təmsil olunan məmurlardan pul ötürdüyünü desin və yazsın. Bəli, bəli. Təəccüblənməyin, MT-in ondan tələb edirmiş ki, deputat Azəriyolun rəhbəri Cavid Qurbanovun və bir qədər əvvəl elə MT-nin özündə mühüm vəzifə tutan, indi isə prokuror olan Əli Nağıyevin müxalifəti maliyyələşdirməsi barədə uydurma işə qol qoyulsun. Pərviz isə bu iftiraları rədd etdiyindən qəzəbə gəlir və qumbara söhbəti ortaya çıxır. MT-in onu həbs edəndən sonra da tələblərindən əl çəkmir. Pərviz saxlanma yerində fiziki və mənəvi işgəncələrə məruz qalır. O mediaya açıqlamasında 1937-ci ildə repressiya olunan insanlarla eyni münasibətə tuş olduğunu bildirmişdi. Bir qədər əvvəl Pərvizin atası Qafqaz müsəlmanları şeyxi Allahşükür Paşazadəyə yazdığı məktubda Pərvizin hacı olduğunu xatırladaraq şeyxdən xahiş etmişdi ki, nə olar, heç olmaya kömək etsin ki, erməni əsir və girovlarına göstərilən münasibət onun oğluna da göstərilsin. Xatırladaq ki, həmin ərəfədə şeyx həbsxanada saxlanılan bir erməni ilə görüşmüş və onun
çox yaxşı şəraitdə saxlandığını, nahar vaxtı erməniyə hətta kebab verildiyini demişdi. Hazırda ağır cinayətlərə dair məhkəmədə Pərvizin işinə baxılır. Onun məhkəməsi də əsl sensasiyadır. Məsələn, ötən iclasların birində Pərvizin üzünə duran şahidlərindən biri sərxoş idi. Şahidin sərxoşluğu o dərəcədə idi ki, onun spirtinin iyi bütün zalı bürümüşdü. Buna etiraz edəndə isə hakim dedi ki, bəli, şahid içkili olsa da zərəri yoxdur, anlaqsız deyil. Bütün təzyiqləri rəğmən Pərviz həbsdə mətanətini qoruyur. O məhkəmənin əhəmiyyətsiz olduğunu bildirir və deyir ki, onun özünə saxlananda 6 il cəza kəsiləcəyini bəri başdan deyiblər. Yəni Pərviz Əli Kərimli və adı çəkilən məmurlara qarşı ifadə verməsə, onu 6 il həbs gözləyir. Lakin o MTN ilə razılaşıb adı çəkilən şəxslərə qarşı qondarma ifadə verdiyi təqdirdə Pərvizə külli miqdarda vəsait, karyera və başqa şeylər vəd olunub. Pərvizin işi ona deməyə əsas verir ki, hakimiyyətdə hələ də sadə insanların görə bilmədiyi ciddi bir böhran var. Hakimiyyətdəkilər öz daxili əleyhdarlarını vurmaq üçün ən Allahsız və qanunsuz işə getməyə, hətta buna görə biabır və xəcil olmağa hazırdılar. Pərviz və onun kimi günahsız şərlənənlərin həbsdən azad olunacağı şəksizdir. Bəs bu cür yaramaz əməllərin sahibləri xəcalətdən və məsuliyyətdən qurtara biləcəklərmi? Bax, bunu demək çətindir. Hörmət tamaşaçılar, biz vaxtaşırı Azərbaycanı idarə edən böyük və xırda padişahların sərgüzəştlərindən söz açırıq. Növbəti sərgüzəşti şok adlandıra bilərik məncə Seymur bəy. Əlbəttə. Söhbət ondan gedir ki, Sumqaydın kulnar qabiliyyətlərinə görə Guinness Rekordlar kitabına düşmüş icra başçısı növbəti bir belə deyək, analogsuz hadisəyə imza atıb. Seymur bəy, o barədə sizin fikriniz var? Olan mən mətbuatda təqdim olunan kimi yanaşmıram bu işə. Mən düşünmürəm ki, bu Eldar Əzizovun qabiliyyətsizliyidir, siyasi səbatsızlığıdır. Bu düşünülmüş bir addımdır və Azərbaycan dövlətinin, dövlətçiliyinin namusuna sataşmaqdır. Əgər hansısa bir dövlət məmuru, icra başçısı təsəvvür edə bilirsə və bunu icra edə bilirsə ki, Azərbaycan dövlət bayrağını insanların ayağının altına çəksin, Azərbaycan dövlətinin şərəfi ilə, ləyaqəti ilə, heysiyyatı ilə bu cür oynasın, bu tamamilə başqa əlaqələrdən imkan verir, belə xəbər verir və imkan verir ki, biz düşünək ki, Eldar Əzizov ümumiyyətlə bu tapşırığı Azərbaycan dövlətinin sərhədlərinin kənarlarından alır. Mən şəxsən fikirləşmirəm ki, Azərbaycanda kimsə bir məmura deyə bilər ki, o getsin dövlət bayrağını rəsmini çəksin yola və insanlar piyada adladığı yolda. Yəni bu artıq bunu Ermənistanda eləyərlər. Mənim yadımdadır 1991-ci ildə mən orada yaşım çox az idi, baxırdıq 1-ci İraq Amerika müharibəsində George Bush'un şəklini, Ata Bush'un şəklini Səddam Hüseyin öz sarayının girişinə həkk eləmişdi və bütün insanlar bunu təhqir kimi qəbul edirdilər və o da təhqir eləmişdi bunu. Amma Azərbaycan dövlət bayrağını insanların ayağının altına atmaq, bunun başqa adı yoxdur, bu dövlətin və millətin ləyaqətindən, namusuna sataşmaqdır. Yəqin ki, dövlətin, millətin əsl sahibləri onların cavabını və cəzasını verəcək bir gün. O gün də çox uzaqda deyil, amma sübut üçün o kadrları biz yenə göstərək. Hörmət tamaşaçılar, Azərbaycan Saatı proqramının yaradıcısı Qənimət bəy yenə nənəsinə sadiq qalıb. Bu dəfəki buraxılışında da o, Azərbaycan hakimiyyətində kök salan kriminal, korrupsiyası və qorxulu bir şəbəkədən söhbət açıb. Qənimət bəyin hazırladığı video reportajda hakimiyyət daxilindəki qrupların bir-biri ilə müharibəsi göstərilib və bu müharibə söz və yaxud da vəzifə müharibəsi deyil. Sözün həqiqi mənasında müharibədir. Orada bu silahlardan istifadə olunur. Beləliklə, Qənimət Saatının təqdimatında. İlham Əliyev məmur övladlarının qudurğanlığı deyəndə nəyi nəzərdə tutur və bu qudurğanlığın özünü nədə ifadə etdiyini kim bilir? Axı bu qudurğanlıq sayılacaq əməlləri göstərmək üçün İlham Əliyevin barmağını uzaq əyalətlərə və ya naməlum istiqamətlərə tuşlamasının izahı yoxdur. Məsələ burasındadır ki, daha çox dəhşət və daha çox vəhşət elə İlham Əliyevin ən yaxın ətrafında baş verir. Onun sağ və sol tərəfində ən yaxın çevrəsini təşkil edən adamların idarə etdiyi bir dəhşət,
Bu dəhşətli hadisələrdən birini sizə təqdim etmək istəyirəm. Ona görə yox ki, bu həqiqətləri dinləyib qorxuya düşəsiniz. Ona görə bu olaylar haqqında danışıram ki, onları dinləyib heyrət edəsiniz. Sizi kimlərin və necə idarə etdiyini bir daha qiymətləndirəsiniz. Və əmin olun, illərlə davam edən bu düşmənçiliklər İlham Əliyevə yaxşı məlumdur. O, öz ətrafında hansı hoqqaların baş verdiyini əla bilir. Onun özü isə daha böyük dəhşətlər yaradır. İndi mənim sizə təqdim edəcəyim bu olaylar isə miqyasına görə balaca dəhşətlərdir. Hər şey ondan başladı ki, 2008-ci ildə Bakı bulvarındakı XT adlanan gecə klubunda Bəylər Əyyubovun bacısı oğlu Robert Əyyubov, Daxili İşlər Naziri Ramil Usubovun kürəkəni və mühafizəçisi Kamran Xankişiyevi hamının gözü qarşısında vəhşicəsinə döydü və təhqir etdi. Bir müddət sonra 2009-cu ilin əvvəllərində dəniz kənarı bulvarın Azneft meydanına yaxın ərazisində Robert dostu Azərlə söhbət edərək gəzişirdi. Bu zaman Azər qısa bir müddətə Robertdən aralanmalı olur və elə həmin anda naməlum bir şəxs sürətlə Robertə yaxınlaşaraq onun başına beysbol dəyənəyi ilə güclü bir zərbə indirir. Robert xəstəxanaya yerləşdirilir. Bu olayın üstü isə açılmır. Nədənsə polis kameraları da işləməmişdi. Robertin yanında olan Azər mayor rütbəsi ilə narkobiznesə qarşı mübarizə baş idarəsində işləyirdi. Bu olaydan sonra onu attestasiya edərək polis orqanlarından uzaqlaşdırdılar. Bundan daha 6 aydan sonra Robert Kamranın Axundov bağının yanında açdığı Face kluba zəng etdi və oraya gəldi. Burada Roberti obyektin mühafizəsinin rəhbəri köhnə boksçu Çingiz Kərimov qarşıladı. Bu qarşılanma təbii ki, hər iki tərəfin qatıldığı davadalaşla müşayiət olundu. Face klubunun 2 mühafizəçisi bıçaqlanandan sonra Atəş komandası verildi. Atəş Robertin dəstəsindən Rövşən Heybətovu və Azər adlı daha bir nəfəri yaraladı. Robert özü isə möhkəmcə döyüldü və onların hər üçü xəstəxanaya yerləşdirildi. Bundan az sonra YouTube kanalında yerləşdirilən bir həvəskar çəkiliş rekordlar qırmağa başladı. Bu görüntülərdə bəlli olurdu ki, Robert Əyyubov Bakı gömrüyünün rəisi Vüsal Novruzovun İlham adlı sürücüsünü döyür. Burada araya girən polis serjantının çənəsi də bir yumruq zərbəsi ilə qırılır. Daxili İşlər Naziri isə hücum edən tərəfin qiyabi söyüşlərinə qonaq edilir. Bu görüntülər yol polisinin kamerasından götürülən kadrlardan ibarət idi. Görünür, elə buna görə də 2 gündən sonra görüntülərdəki səs silindi, amma onun özü hələ də YouTube istifadəçilərinin sərəncamındadır. Daha sonra başqa bir epizod baş verir. Məkan Yasamal rayonunda 40 pilləkən deyilən ərazidir. Burada Robert və Kamran arasında bir güllələşmə olayı çıxdı. Bu qanlı insident zamanı Kamranın yanında olan Seymur Zakiroğlu Nəsirov adlı polis mayoru dərhal ezamiyyətə çıxaraq ölkəni bir neçə aylığa tərk etdi. Robert özü də aradan itdi. Əvvəlcə Türkiyəyə, daha sonra isə Almaniyaya getdi və bir neçə ay oralarda qaldı. Bu olay zamanı bütün media imkanlarını səfərbər edərək yarım rəsmi açıqlama ala bilmişdi. Açıqlamada bildirilirdi ki, Kamran Xankişiyev ehtiyatsızlıq edib və öz silahından açılan atəşlə yaralanıb. Amma hadisədən dərhal sonra müalicə üçün xarici ölkələrin birinə aparılan, sonra isə mərkəzi klinik xəstəxanaya yerləşdirilən Kamran Xankişiyevin çiynində daha bir güllə yarası da var idi və bunun hər ikisinin ehtiyatsızlıqla əlaqələndirilməsi qeyri-mümkün sayılmalı idi. Robert öz düşmənlərindən birini, Ramil Usubovun kürəkənini yararsız hala salmışdı. İndi o, başqa bir düşməni, boksyor Çingiz Kərimovla haqq hesab çürütməyin peşində idi.
Bu barədə söhbəti Bakıda həmin çevrələrin ən sevimli qeybət və müzakirə mövzusuna da çevirməyi bacarmışdı. Bu söhbətlər hətta Çingizin yaxın ətrafında da ciddi qarşılanırdı və onlar bundan çox ehtiyatlanırdılar. Bu qisas əməliyyatı da özünü çox gözlətmədi. Əməliyyat 2011-ci ildə Xəzər rayonunda Mərdəkan qəsəbəsindəki Tropikanka adlanan istirahət mərkəzinin mövsüm açılışında baş tutdu. Buraya Bəylər Əyyubovun qohumu və daha bir mühafizəçisi olan Rabo adlı şəxs təşrif buyurmuşdu. Giriş qapısının ağzında Bəylər Əyyubova yaxın sayılan Amoğla qəbli Əhməd və Mir Emil adlı şəxslər bu obyektdə mühafizəni təşkil edən Çingizin üstünə hücum edib onu döyməyə başladılar. Olum ya ölüm deyən Çingiz isə bu dəfə silaha əl ataraq həbsnamı tərcih etdi. İnsident nəticəsində ayağından 4 güllə yarası alan Amo xəstəxanalıq oldu. Mir Emil isə başından yaralanaraq həyatını itirdi. Hacı İbrahim İbrahimova məxsus olduğu deyilən bu obyektin açılışı qana boyandı və yasa çevrildi. Olaydan dərhal sonra Bəylər Əyyubovun Sabunçu xəstəxanasının önünə toplaşan qohumları da od, alov püskürməyə və qisas deyə bağırmağa başladılar. Hadisədən dərhal sonra Çingiz Kərimov Xəzər polisinə getdi. Amma bu addımı ilə o kütləvi həbsləri durdura bilmədi. Görünür, kütləvi həbslər kütləvi qisas əməliyyatını önləmək üçün yeganə çarə kimi düşünülmüşdü. Xəzər rayon polis idarəsi, Bakı şəhər baş polis idarəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə baş idarəsinin birgə apardığı əməliyyatlarda 8 nəfər həbs edildi. Amma onların arasında hadisə zamanı orada olmayanlar və ümumiyyətlə bu olaylara dəxli olmayanlar da vardı. Məsələn, 2 il bundan əvvəl deputat Hüseyin Bala Mirələmovun qardaşı oğlu tərəfindən Şıxovdakı 1001 gecə restoranında güllələnən Ramal Bayramov Tropikankada ayağından 4 güllə yarası alan Əhmədə yerindəcə yardım göstərmək üçün bir həkim gətirmişdi. Həmin həkimi də həbs etmişdilər və ona hər güllə yarası üçün 1 il, 4 il həbs cəzası verdilər. O zaman Ramal Bayramovun özü də həbs edilmişdi. Amma o, prezidentin əmisi oğlu İlqar Əliyevin mühafizətçisi olduğu üçün onu Ramil Usubovdan xahiş etdilər və buna görə də azadlığa çıxdı. Birinci seriyanın sonu demək olar. Növbəti seriyalarda görüşənədək və unutmayın ki, bu hadisələr Azərbaycanın hakimiyyət elitasının davranışlarının nəticələridir. Onlar boyunlarına qalstuk taxaraq və qəşəng kostyumlar geyinərək özlərini mədəni, kübar, aristokratik şəkildə təqdim etməyi xoşlayırlar. Onların aristokratiyası budur. Tamaşaçılar, Binəqədi rayon ərazisində oğlu yol polisləri tərəfindən öldürülmüş ata ölkənin baş prokuroruna yalvarır. Prezidentə yalvarır. Və yalvarışlarda çox başın tükünü ürpədən, insanın belə lərzəyə gətirən ifadələr işlədir. Deyir ki, başqa getməyə yerim yoxdur deyə sizə üst tuturam. Azərbaycan dövləti, Azərbaycan dövlətçiliyi, hüquq mühafizə orqanları bu vəziyyətə çatıb ki, vətəndaşlar əvvəlcə bilsələr də ki, yəni bilirlər ki, onsuz da onlardan bir hay olmayacaq, başqa yerə üst tutmaq istəyirlər, amma başqa yer yoxdur. Olmadığı üçün də yenidən gəlib Zakir Qaralova, İlham Əliyevə yalvarmaq məcburiyyətində qalırlar. Beləliklə, biz o atanın yalvarışlarını sizə təqdim edirik. Cənab Prezident, Cənab Baş Prokuror, üzümü səhvçib yalvarıram, kömək edin. Mənim oğlumun qatilləri cəzalarını çəksinlər. Mənim oğlum nə üçün yol hərəkət qaydalarını pozmadığı halda onu yol polisləri
tutub saxladılar və mübahisə nəticəsində vurub oğlumu öldürdülər. Bu haqda hər yerə müraciət eləmişəm. Baş prokurora, şəhər prokuroruna, Daxili İşlər Nazirliyinə, Ombudsmana, hər yerə müraciət edirəm. Oradan göndərirlər baş prokurora ki, bu iş başburoqda həll olunsun. Başburoqda isə bu işə əncam qılan yoxdur. Heç kim yoxlamır bu cinayət necə baş verir, necə alınır. Hələ müraciət edirəm, bir nəticəsi çıxmır. Niyə mənim oğlumun qanı batsın? Niyə günahkarlar cəzalandırılmır? Cənab Baş Prokuror, yalvarıram sizə, kömək edin. Oğlumun qatilləri cəzasız qalmasınlar. Bir damla qanla bir cinayət üzünü aşan orqan niyə görən belə aciz qalıb? Xahiş edirəm sizdən. Əlaqədar qurumlara müraciət göstəriş verin. Qoyun bu cinayət belə qapalı qalmasın. Cənab Baş Prokuror, sizə yalvarıram, məni qəbul edin. Mənim əlimdə olan sənədləri sizə təqdim edin. 2011-ci ildə bir dəfə məni qəbul eləmişsiniz. Orada göstəriş verdiniz, sənədlərə sən göstəriş verdiniz, bu işlər olunsun, bir nə qədərlərini olun, başqa yerə verilsin. Təəssüflər ki, o vaxtdan indiyə kimi sizin göstərişiniz hələ də icra olunmur. Mən bu sənədləri, əlimdə olan sənədləri sizə təqdim edim, bu işə yenidən baxılsın, kömək edin mənə. Niyə oğlumun qatilləri əzatlıqda gəlsin, ona dəstək verənlər də? Sizdən çox xahiş edirəm, başqa bir imkan yerim yoxdur, başqa əlacım yoxdur, heç kimə hara müraciət edirəm sizə göndərim. Sizdə də məni qəbul eləmirsiniz, yalvarıram sizə məni qəbul edin, bu iş belə qalmasın. Hörmət tamaşaçılar, bu acı mənzərəni izlədik. Mən əminəm ki, bu cür ürəyində ağır dərdi, problemi olan insanlarımız çoxdur və ən dəhşətlisi odur ki, onların üst tutacağı ünvanlar Azərbaycanda çox az qalıb. Hörmət tamaşaçılar, ötən həftə Azərbaycan siyasətində, xüsusən hakimiyyət daxilində olan qarşıdurma meyilləri ilə yadda qaldı. Hakimiyyət daxilində bir nurçu savaşı başlanıb. Açığı müəyyən etmək olmur ki, bu davam... Əslində bu nurçu savaşı deyil, qeyri-müəyyən təriqət davasıdır. Bəlkə dinsizlik savaşıdır. Əslində biz araşdırmaq və aydınlatmaq istəyirik ki, Azərbaycan hökumət daxilində nə baş verir. Belə mənzərə ortaya çıxır ki, sən demə, hökumətin daxilində artıq dini məzmunda bir nifaq var və bunun nəticəsi olaraq hər halda media belə... Daha doğrusu başqa yerə işləməyən adam yoxdur. Bəli, hökumətdə belə məlum oldu ki, uzun müddət müxalifəti ora-bura işləməkdə ittiham edən məmurlar indi öz çiyndaşların hansısa bir dini qruplaşmalara xidmət etdiyin deyirlər və bununla bağlı Azərbaycan Sadının hörmət tamaşaçılar bir materialı var. Biz həmin materialda aydınlaşdırmaq istəmişik ki, hökumət daxilində bu çəkişmənin pərdəarxası məqamları nədir? Bərabər o kadrları izləyək. Yadıma Nəsimi filmi düşür. Yox, nə İlham Əliyev Əmir Teymurdur, nə Səid Nursi Fəzullah Nəyimi, nə də Fəthullah Gülən Nəsimidir. Dövlət bəyi isə demək olar ki, heç ortalıqda yoxdur. Amma maraqlı söhbətlər, sənədlər ortaya çıxır və hər kəs bir-birinə dair faktlar, səs yazıları ortaya qoyur. Necə deyərlər, artıq adı hər hansı bir təriqətlə, dini cərəyanla çıxmayan adama pis baxmağa başlayıblar. Azərbaycan Türkiyədəki siyasi çəkişmələrin arxa cəbhəsinə çevrilib. Ölkədə kimin adını çəkirsən, mason olmasa da nurçudur. Bu söhbətlər nə qədər ciddidir, onu demək çətindir. Çünki su ilə südün qarışığı nə sudur, nə də süd. Yağın yağ, ayranın ayranlıq olması üçün isə zaman və çalxalanma qaçılmazdır. Bu çalxalanmanın nə qədər vaxt aparacağını bilməsək də başladığını deyə bilərik. Ətrafınızdakı səs-küyə elə də alidə olmayın. Bəlkə də qurunun oduna yanan yaşın göynərtiləridir. Mən isə bir İslam təriqəti olan nurçuluğun bu dünyada məhşər tonqalı çatdığını demək istəmirəm. Keçirəm mətləbə. İllərdir Azərbaycanda Heydər Əliyevin Azərbaycancılıq ideolojisi deyilən nəsnənin təbliği gedirdi. Bəs hanı o xilaskarın bizə qoyub getdiyi yol ki, indi biz 9 yolun qovşağında qalmışıq və toplum pərən-pərən düşüb, kim gəldi arxasınca gedir. Maraqlı müzakirələrdir. Biri deyir ki, nurçuluq vəhhabilikdən yaxşıdır. O biri deyir ki, şiəlik sünnilikdən yaxşıdır. Heç kim demir ki, kökü Azərbaycana bağlı olan bu ideya yaxşıdır. Hansı yolu izləsən, mütləq hansısa ikinci ölkədən gəldiyi iddia edilən, amma arxasında ölkələrin durduğu bir mağaraya gedib çıxırsan. Teymur demişkən, bəs hanı sizin sözünüzün qüdrəti? Bəs hanı sizin elminizin hikməti? Bəs qurduğunuz dövlətçilik sarsılmaz idi. Baxın, görün, hələ bir namaz qılmaq məsələsində bu ölkə necə yerə bölünüb.
Bəs niyə bilmirdiniz ki, Heydər Əliyevin Azərbaycançılıq yolu Virgin adalarına aparır və bütün xalqın ora getməyə imkanı yoxdur? Mən dəqiq bilmirəm, bəlkə də elə nurçuluq, hizmət deyilən şəbəkələr var. Bəlkə də onlar burada şəbəkə qururlar, ya da heç yoxdular. Bu boyda ictimai panikanın qarşısı niyə alınmır? Bunun arxasında duran varmı? Bəlkə hansısa qeyri-müəyyən prosesə hazırlıq gedir? Təsəvvür edirsinizmi? Media yazırdı. İlham Əliyevin komandası, Heydər Əliyevin İlham Əliyevə miras qalan komandası. Bu deyimlər öz anlamını nə tez itirdi. Ramiz Mehdiyevin çətiri altında iki məmur bir-birinə agent deyir. Bəlkə İlham Əliyev məmurları vətənə, sədaqətə çağıranda elə bunu nəzərdə tuturmuş. Bəs hanı İlham Əliyevin komandası? Bunların ki hamısının adı başqa-başqa siyahılardan çıxdı. Tamam, deyək ki, yalandır. O zaman bunu kim təksib etməlidir? Yaxud da niyə təksib edilmir, aydınlaşdırılmır? Məsələn, mən bilməli deyiləmmi ki, Müdafiə Nazirimiz kimin əmrini yerinə yetirir? Xarici İşlər Nazirliyinin şefi kimin adından danışır? Bunu vətəndaşın bilməyə haqqı var. Yoxdursa belə şeylər, çıxın deyin ki, ay cəmaat, inanmayın, bu masonların uydurması da belə təriqət filan yoxdur. Şeyxlər o zaman toplumda rəy lideri olurlar ki, onların sol tərəfində sədrəzəm sağ çininin yuxarısında şah oturmuş olsun. Şahın işi inandırmaq deyil, tabi etdirməkdir. Sonra gəlir yemək, içmək və təsərrüfat işləri ki, onunla da sədrəzəm məşğul olur. Şeyx isə durduğu yerə görə o tabi olduqları gücün və yedikləri yeməyin sahibini ilahi kəlamlarla məth edir. Bu tandemin həyatiliyini isbatlamağa çalışır. Bir sözlə, danışmaq və hiss etmək istəyən kimsə tapılsa, onu da şeyx həll edir. Bizim ölkəmizdə şah var, sədrəzəmin vəzifəsi var, amma özü çoxdan o işləri atıb. Yəni Artur müəllimin baş nazir olmadığını demək istəyirəm. Şeyximiz isə özünün şeyh olduğunu bəyanlayıb. Yəni yerdə qalanların ona dəxli yoxdur. İndi siz deyin, bu insanlar niyə başqa ölkələrdən gələn parıltılı ideyalara üst çevirməsinlər? Axı bu ölkədə hamı fizika üzrə olimpiyada çempionu deyil. Əgər silahlı toqquşmalar təbliğ edən cərəyanla müqayisədə dövlətin özünün cazibəsi yoxdursa, niyə də vətəndaş hipotetik nurçuluqdan yana seçim etməsin? Bu sualın ətrafında düşünmək lazımdır. Məsələn, günahkar liseylərdə oxuyub, böyüyüb, yaşayıb bir dünya görüşü təbliğ edən uşaqda gəncdədir, yoxsa təhsili məhv edib həmin uşağı o liseylərin qapısına qovan hökumətdə, dünyanın ən modern təhsil sistemlərindən birini məhv edib bizi Afrika standartlarına endirənlər də çox günahkardılar. Nəinki Afrikada gördüyü işi burada da görən adamlar. Nə deyirsiniz? Bəlkə onlar tanrıdırlar ki, adamları özlərinə bənzətməsinlər. Bəs sizə bənzəyənlər kimlərdir? Bəs kim sizə bənzəmək istəyir? Başa düşmürsünüz nə baş verir? Bu ölkədə Rəsulzadənin rəsmi aslan, sözü deyilən, adı çəkilən bir həqiqi ünvanı qoydunuzmu ki, insanlarımız da bilsin ki, dövlətin həqiqi yolcusu kimdir? Dövlətin adından oğurluq elədiniz, cinayət elədiniz, talilər qaraltdınız, iradələr sındırdınız, ocaqlar söndürdünüz, insanları məcbur elədiniz ki, yaşamaq naminə başlarına çarə qılsınlar. Bu sanki zəhərli qaz buraxılmış otaqda başını pəncərədən çıxaran insanı qınamaqdır. Mat qalınacaq heç bir vəziyyət yoxdur, sadəcə danışmaq lazımdır, açıq danışmaq lazımdır. Azərbaycan insanı çox sədaqətlidir. Bu söz söhbətlər növbəti ümidsizlik dalğası olmamalıdır. Biz sadəcə İlham Əliyevdən soruşmalıyıq. Kimdir sizin komandanız? Nədir sizin ideyanız? Tutaq ki, bütün bu deyilənlər yalandır və sonda bu insanlar sizin timsalınızda nəyə inanırlar? Sizin onları hara aparacağınızı gözləyirlər. Bir-iki daş düşməklə qala uçmur. Azərbaycanda hələ daşnaq üstünün, Hıncaqın yerli şəbəkələri də özə çıxacaq. Düşünürsünüz ki, onlar yoxdurlar, elə isə dövlət bayrağını adamların ayağı altına həkk edən kimdir? Biləm, bəlkə də bu oyun bitir, bu da son həyəcandır. Elə isə sadəcə vətəni sevmək lazımdır. İnanc insanla Tanrı arasındakı bir yoldur. Ən doğrunu Tanrı bilir. Biz isə onu bilirik ki, heç bir həqiqi inanc insanı sevgisi ilə, sevdikləri ilə, vətəni ilə, dövləti ilə üz-üzə qoymaz. Millətimizi belə şeylərlə sınamaq kimsənin işi deyil. Amma oyun bitirsə, yaxın zamanlarda şah da piyada ilə yanaşı olacaq. Düzülüşlər elə də önəmli deyil. Düz olmaq önəmlidir. Əzizən vətənlər, Sovetski mövzusu hələ də gündəmdədir. Sovetski söküləcək, sökülməyəcək, bilmirik, amma məsələ budur ki, Sovetskinin insanları buradakı tarixi binaları qorumaq fikrindədirlər və onları ayrı-ayrılıqda qiymətləndirirlər. Azadlıq Radiosunun əməkdaşı Sovetskini gəzib, onun insanları ilə söhbət edib və orada yaşayan insanların o tarixi binalara münasibətini, o qədim ata-baba yurtlarına olan münasibətini öyrənib. Sovetskidən nə sökülməlidir, nə sökülməli deyil. Ümumiyyətlə, Sovetski sökülməlidirmi? Bax, bu suallar ətrafında hazırlanan reportaj kifayət qədər əhatəlidir və biz onu sizə təqdim edirik. Və nəhayətdə bəlkə o görüntünün sonunda Sovetskidən bayram şənliyindən bir neçə saniyəlik bir görüntü görəcəksiniz.
bu proqramı təbəssümlə qurtarmaq istəyirik. Daha doğrusu sizə sonda heç olmasa insanların əhval-ruhiyyəsinin bütün bu şeylərə, köçürmələrə baxmayaraq, təzyiqlərə və təhdidlərə baxmayaraq, əhval-ruhiyyəsinin yuxarı olduğunu göstərməkdə bir yarar var deyə düşündük. Beləliklə, o kadrları izləyək. Bakı Şəhər İcra Hakimiyyəti açıqlayıb ki, Sovetskidə 10.000 ev plana düşür. Milli Dram Teatrının arxasından Üzün Nərmanov heykəlinə qədər olan bütün ərazilər söküləcək. Bunların arasında tarixi abidələr də var. Bəs görəsən, Sovetski cəmaatı özlərinin dili ilə desə, bu ail şəhərlilər hansı abidələrin qorunmasını istəyir? Mənim atamın öyü tarixi abidədir. 24-də tikilib 23-də, o boyda ev, 3 mərtəbədir. Tarixi Aslanın evi. Aslanın evi. Üstündə adı da yazılır. 1903-cü. Buradan Çindən dönülür, tarixi abidə var. Kəmazovların evi. Teatr ediblər ora. 1906-cı. Yuq teatrı. Tarixi abidələr çoxdur. Bax, o binalar hamısı əsr yarımdır. 100 ildən yuxarı yaşlar var. Belə binalar burada çoxdur. Bu tərəfdə var. Abbas Mirzə Şərifzadənin evi var. Bu da var burada. Bu da bir aşağıdakı evdir. Vəbşi Sovetski tarixi abidədir elə başdan ayağa. Gör neçə, mənim babamın mülkü keçən əsr yox, o biri əsrin mülküdür. Əlbəttə istəməzdim sökülsün. Ya da sökülsə geri şəhərdə cəmaata ev versinlər ki, cəmaat narahatçılıq keçirməsin. Sovetski başdan ayağa elə krepus kimi, içəri şəhər kimi bir yerdir. Bayır şəhər. Hamamlar var, nə bilim. Bəzi şeylər var, həm evlər var burada. Qədim evlər deyirsən. Azdır amma, azdır. Biz məscidlərimiz var, niyə? Yaxşı məscidlərimiz var. Vəbşi onları sökməyə olmaz. Olmaz. Bizim tarix abidələrə nə? Vəbşi olmaz əl dəymək. Bərpa eləmək olar, əl dəymək olmaz oğlum. Ən başlıcası, ən nətər deyək, mühümü bizə lazım olan tolq qədimi nətər deyək, abidələrimizdir. Bizim atalardan, babalardan qalan yadigarlarımızdır. Əgər onları biz söksək, sonra bizim gələcək nəsillərə nə ola bilər? Heç bir örnek ola bilməz oğlum. Ayı şir var, balkonun altında. Onlar arxitekturla hesab olunur. Sovetski arxitekturnadır. Sovetskidə Abdullah Şaiqin Bakı, köhnə Bakı qalmadı. Gətirəndə ev muzeyi var, Abdullah Şaiqin. Köhnə Bakını tanıyırdı. Sökməyə değməz daxil. O cürünə bina tikiləcək. Aktyor yoxdur. İmanovun. Bax, onun evi də durur. Çox var burada. Üzeyir Əcibəyevin evi. Bax, onlar da var burada. Nə bilim, daha deyə biləm. Zülfət Gözəlovun klubu, onun evi. Bax, onları bilirəm. Tarixi abidə var ki, hamısı yaman gündədir. Söküb belə gözəlləşdirsinlər də. Yanmayın. Hacı, hansı binalar sökülməməlidir? Hansı binalar? Buralarda birinci budur. Abbas Mirzə. Abbas Mirzə deyilənə görə. Sonra Həssəlmanın mülküdür, o 9 mərtəbənin yanında. Sonra bir daha burada var. O tablo var, kim yaşayıb orada. Onlar deyirlər sökündü, tarixi binalar. 55'dir. Üzeyir Əcibəyevin ev muzeyi var. Uzan metrosundan bəri. Sonra var bir iki dənə saxlanma olur. Sonra Həcrə Abbas xanım təzə bir məscidini tikdi, indi qəbir var orada. Bu mütləq sökülməlidir, təzə remont olub, prezident remont elətdirib. Ondan sonra tarix binalar bir işlər var, yəni onlar qalsa yaxşı olur. Var. Elə bu binada. Mən doğulandan görmüşəm, bax bu binanı da. Yəni hamam, sonra pirimiz var, burada meçidlərimiz var. Onlara biz gedirik, ziyarətimizi eləyirik. Yəni onların heç sökülməyinə ehtiyac yoxdur. Sonra muzeyimiz var burada. Bizim evimiz özü üstündə tarixi də var, o qədimi şeylərlə yazılıb qalıb. Qədimidən qalandı da, görünəsəncə. 1875-ci ildən mülk stoğunun üstündə tarixi şeylər var, yazılar var üstündə. At familiyası, anamın babasının adını at familiyası da onun üstündə hamısı. Çoxdur, burada çoxdur eləsinə yerlər, bu sökürlər də, neyini?
Köydə quş görünüb dumana salıblar, Saveski məhəlləsini plana salıblar, Saveski məhəlləsini plana salıblar. Köydə quş görünüb dumana salıblar, Saveski məhəlləsini plana salıblar. Köydə quş görünüb dumana salıblar, Saveski məhəlləsini plana salıblar. Əllər kimdə olsun mənim düşmənim, bir əl salın sözümə gəlsin əhsənim, bir əl salın sözümə gəlsin əhsənim. Yarım metre evimə nə versək mənim, arada atamı durub ziyana salıblar, arada durub atamı ziyana salıblar, Saveski məhəlləsini plana salıblar. Hörmətli tamaşaçılar, Azərbaycan Saatı proqramının bugünkü verilişi də başa çatdı. Sağ olun, sağlıqla qalın. Həftənin bazar günü saat 6:30-da, yəni 18:30-da, axşam 18:30-da bizi izləməyi unutmayın. Vaxtınızı və saatınızı Azərbaycan Saatı ilə qurun. Həqiqətin vaxtı və yeri bu efirdir. Bu məkanda növbəti dəfə görüşənə kimi sağlıqla qalın.